Salam uşaqlar. Deməli, bu gün də mən sizə 7-ci sinifdə tapşırıqları izah eləyəcəm. Əvvəl dərsin özünü izah eləmişdim. İndi isə tapşırıqlara ayrıca olaraq gəlin baxaq. Deməli, ilk mövzumuzun tapşırıqlarıdır bu. Səhifə 10-da olan tapşırıqlar. Öyrəndiklərinizi yoxlayın. Deməli, birinci sualımızda Anton van Leeuwenhoek, Schleiden, Schwann və Mendelin biologiya elminin inkişafına verdikləri töhfələr nələrdir? Bu elə dərsliyimizdə də var idi. Məsəl üçün, Leeuwenhoek nə etmişdi? İlk dəfə olaraq təkmil mikroskop icad edən Anton van Leeuwenhoek idi. Matthias Schleiden bitkilərin ən kiçik quruluş vahidlərinin hüceyrə olduğunu demişdi. Theodor Schwann isə heyvanın ən kiçik quruluş və inkişaf vahidinin hüceyrə olduğunu demişdi. Yəni Schleiden bitkiləri demişdi, Schwann da heyvanları demişdi. Sonra Gregor Mendel var idi ki, genetikanın atası hesab olunur. Genetika elminin əsasını qoymuşdu. Bu da Mendeldir. İkinci sualımız. Elmi problemlərin həllində tətbiq olunan elmi metodun ən mühüm addımları aşağıdakı sxemdə göstərilmişdir. Bu ardıcıllığın düzgün olması üçün rəqəmlərdən hansı ikisinin yeri dəyişdirməlidir? Fikrinizi əsaslandırın. Baxaq. Elmi problemlərin həllində, bax, söhbət bilirsiniz nədən gedir? Söhbət bu sxemdən gedir. Bu sxemi bir də oxuyun. Baxaq, deməli burada deyilir ki, problemlərin müəyyən edilməsi. Bəli, sən əgər ki, birinci problem olmasa, birinci qarşıya problem qoyulmasa, yəni problem yoxdursa, sən niyə müşahidə aparasan ki? Ona görə birinci problem lazımdır da bizə, yəni ki, problemin müəyyən edilməsi. Sonra problem müəyyən ediləndən sonra sən müşahidə aparmalısan, elə deyilmi? Bu da düzdür. Yəni problemdən sonra sən müşahidə aparıb baxmalısan. Müşahidə aparandan sonra isə sən təcrübə aparmırsan. Sən müşahidəyə əsasən fərziyyə irəli sürürsən. Tutaq ki, hər hansı bir müşahidə apardın, sonra başlayırsan özündən həmin müşahidəyə əsasən sözlər deməyə, özündən cümlələr uydurmağa deyim də, yəni fərziyyə irəli sürürsən. Sonra fərziyyənin düz və ya səhv olduğunu yoxlamaq üçün, yəni sən ancaq özündən atıb tuta bilməzsən də, belə deyək. Sən onu təcrübə nəticəsində müəyyən etməlisən. Fərziyyələrin irəli sürülməsi, sonra isə təcrübənin aparması. Burada 3 ilə 4-ün yeri dəyişilməlidir. 1, 2, 4, 3, 5 olmalıdır ardıcıllıq. Və sonda təcrübə aparandan sonra artıq nəticə çıxara bilərsən. Bu belə. Üçüncü sual. Bitki cücərtilərinin inkişafı aşağıdakı verilmiş təcrübələrlə tədqiq olunmuşdur. Aha, burada fikir verin. Gündəlik 2 litr su, hər üçündə də 3 dənə şəkildə gündəlik 2 litr su var. Hər üçündə minerallar, kalsium, magnezium, fosfor. Baxın, fikir verin, o hissələr eynidir. Amma burada fikir versəz, bir saniyə. Burada fikir versəz, torpaq fərqlidir. Birində çürüntülü torpaqdır, birində əhəngli torpaqdır, birində isə qumlu torpaqdır. İndi gəlin bura baxaq. Deyir ki, təcrübəyə əsasən hansı variant düzgün göstərilmişdir? Birinci biz baxaq görək, aslı dəyişən nədir? Sərbəst dəyişən nə deməkdir? Sabit dəyişən nə deməkdir? Aslı dəyişən o deməkdir ki, hər hansı bir amil nəticəsində nəsə dəyişəndə başqa bir şey də ondan aslı olaraq dəyişir. Yəni o dəyişir deyə özü də dəyişir. Tutaq ki, belə başa salım ki, sizin bir dostunuzdur. Harasa gedir, siz də ona mütləq getməlisiniz. O gedirsə siz də gedirsiniz, o getmirsə siz də getmirsiniz. Yəni belə deyim. Sərbəst dəyişən odur ki, yəni sərbəst dəyişən insanın özü onu qəsdən dəyişir. Yəni məsəl üçün burada baxın, çürüntülü torpaq, əhəngli torpaq, qumlu torpaq. İnsan təcrübə aparmaq üçün qəsdən torpağı dəyişib, gah çürüntülü elib, gah əhəngli elib, gah da qumlu elib. Yəni burada sərbəst sözü biraz sizi çaşdırmasın ki, sərbəst siz başa düşərsiniz ki, öz-özünə dəyişən də xeyr. Yəni burada sərbəst dəyişən demək istəyən də, yəni insan onu qəsdən dəyişibdir. Sonra burada sabit dəyişən də o deməkdir ki, sabit, yəni dəyişməyib ümumiyyətcə. Sabitdir, onu heç dəyişməyiblər. İndi baxaq bura hansı uyğun gəlir. Aslı dəyişən dedim ki, bir şey dəyişib deyə digər də ondan aslı olaraq dəyişir. Aslı dəyişənə cücərtinin inkişafı aid olacaq. Niyə? Çünki cücərtinin inkişafı torpaqdan asılıdır. Çürüntülü torpaqda ayrı cür inkişaf eləyir. Əhəngli torpaqda ayrı cür inkişaf eləyir. Qumlu torpaqda ayrı cür inkişaf eləyir. Yəni aslıdır, torpaqdan aslıdır. Ona görə aslı dəyişənə cücərtinin inkişafını yaza bilərik. Sərbəst dəyişən isə torpağın növüdür. İnsan qəsdən torpağı dəyişib, gah çürüntülü, gah əhəngli, gah da qumlu. Ona görə də sərbəst dəyişənə torpağın növü aiddir. Sabit dəyişən isə minerallar, çünki sabitdir, heç yeri dəyişməyibdir. Kalsium, magnezium, fosfor üçündə də eyni şəkildədir. Bu da belə. Deməli, doğru cavabımız olacaqdır C variantı. Davam edək. İkinci dərsin tapşırıqlarına baxaq, öyrəndiklərinizi yoxlayın. Səhifə, deməli 14-cü tapşırıqlar. Burada deyilir ki, biologiyada əldə olunan biliklərin həyatımızda nə kimi rolu var? Baxın, dərslikdə də siz tanış oldunuz ki, dərsi oxuyanda həm ekologiya sahəsində, həm tibb sahəsində, biotexnologiya, mikrobiologiya fərq etmir. Biologiyada bilik əldə ediriksə, bunlar bütün demək olar ki, həyatımızı dəyişir.
Biologiyanı öyrənmək sizə hansı sahələrdə mütəxəssis olmağa kömək edir? Həm tibb sahəsində, həm baytarlıq, həm gen mühəndisliyi, həm biotexnologiya, yəni biologiya ilə əlaqəli olan demək olar bütün sahələrdə bizə kömək edir. Elm sahələrindən hansı biologiyanın tətbiq sahəsinə aid deyil? Biotexnologiya biologiyaya aiddir, tibb stomatologiya da biologiyaya aiddir, baytarlıq və əczaçılıq da biologiyadır, gen mühəndisliyi də biologiyadır. Amma geologiya mühəndisliyi biologiyaya aid deyil, coğrafiyaya aiddir. Geologiya özünüz də internetdən araşdırın. Geologiya yerin quruluşunu öyrənir, onun tərkibini öyrənir, yəni coğrafiyaya aiddir. 4-cü sual. Elm sahələrindən hansı digərlərinə nisbətən daha geniş tədqiqat sahəsinə sahibdir? Fikirlərinizi əsaslandırın. Aha. Botanika deyil. Botanika yalnız bitkiləri öyrənir. Zoologiya yalnız heyvanları öyrənir. Fiziologiya isə canlı orqanizmlərin yalnız fiziki, yəni funksiyalarını öyrənir. Amma mikrobiologiya isə daha genişdir. Niyə? Çünki o təkcə mikroorqanizm dedikdə həm bakteriya, həm göbələk, həm virus, həm heyvan, həm bitki fərq eləmir. Gördünüz, çoxlu öyrəndi. Yəni çox şey öyrəndi. Botanika yalnız bitkini öyrənirsə, mikrobiologiya həm bitkini də öyrənir, sonra heyvanı da öyrənir. Yəni mikroorqanizmləri öyrənir. Ona görə də burada doğru cavab olacaqdır. Daha geniş tətbiq sahəsi mikrobiologiya. 5-ci sual. Fərziyyə elmi tədqiqatda problemi müvəqqəti həll etmək üçün irəli sürülən fikirdir. Elmi cəhətdən etibarlı bir fərziyyə hansı xüsusiyyətlərə sahib olmalıdır? Fərziyyə elmi cəhətdən etibarlı olması üçün. Deməli birincidə deyilir ki, mövcud məlumatlarla ziddiyyət təşkil etməmək. Bəli, bu düzdür. Əgər ki, artıq məlumat varsa əlində, sənin fərziyyən inandırıcı olması üçün, etibarlı olması üçün zidd olmamalıdır. Yəni ki, ona qarşı çıxmalı deyil. Onda heç kim sənin fərziyyənə inanmayacaq ki, əlində bu məlumatlar var. Sən niyə ona zidd bir məlumat deyirsən ki, sən ona niyə əks bir məlumat deyirsən ki, ona görə təşkil etməməlidir. Deməli, birincisi doğrudur. Problemin həll yolunu təklif etmək. Bəli, sən fərziyyə ona görə irəli sürürsən ki, qarşına qoyulan problemi həll edəsən. Yoxsa sən niyə boşu-boşuna özünü yorub fərziyyə irəli sürəsən ki, problemi həll etmək üçün edirsən. Deməli, ikincisi də doğrudur. Yeni proqnozlara səbəb olmaq. Bəli, fərziyyə irəli sürüləndə istər-istəməz təzə məlumatlar, təzə proqnozlar deyirsən, təzə fikirlər yürütməlisən. Yəni fərziyyə bir yerdə durmur. Yeni şeylər, belə deyim də, yeni problemlər sanki çıxır. Yeni proqnozlara səbəb olur. Üçüncüsü də doğrudur. 4-cüdə deyilir ki, təcrübə və müşahidələr açıq olma. Bəli, sən fərziyyə irəli sürmüsənsə, o fərziyyəni etibarlı etmək üçün təcrübə də aparmalısan, müşahidə də aparmalısan, sonra onlara əsasən bir nəticə çıxarmalısan. 4-cü də doğrudur. Yəni, burada mənim fikrimcə hər 4 nəticədə hamısı doğrudur. 6-cı sual. Biologiya elminə aid olan bəzi tədqiqat sahələri aşağıda verilmişdir. Uyğunluğu müəyyən edin. Botanika nəyi öyrənir? Botanika bitkiləri öyrənir. Yəni B variantı bitkilərin quruluşunu, ümumi xüsusiyyətlərini öyrənir. Fiziologiya belə yadınızda saxlayın ki, fiziologiya funksiya, yəni belə yadınızda saxlayın. Fiziologiya funksiyalarını öyrənir. Orqanlar sisteminin funksiyalarını araşdırır. C variantı genetika canlılarda irsi xüsusiyyətlərin ötürülməsini araşdırır. Hansı ki 10-cu sinifdə daha yaxşı biləcəksiniz bunu. A variantı. Embriologiya isə embrion, yəni belə deyim də, rüşemin inkişaf proseslərini öyrənir. D variantı uyğun olacaqdır. Bir sonraki dərsimizə, tapşırıqlarımıza keçək. Deməli, səhifə 18-də öyrəndiklərinizi yoxlayın. Uyğunluğu müəyyən edin. Burada birinci şəkil siz görürsünüz ki, kəpənəkdir də, elə deyil. Kəpənəyin tırtıl formasında olması, baxın, birinci kəpənək necə, hansı formada olur? Pup formasında olur. Baxın, belə. Sonra tırtıla çevrilir, sonra da kəpənəyə çevrilir. Bu nə oldu? Böyümə və inkişaf. Yəni, kəpənək böyüdü, inkişaf elədi. Ona görə 1-ə aiddir C. İkincisi nədir? İt neyini yer? İt qidalanır, yemək yer, elə deyil. Deməli, buna aiddir A, qidalanma. Üçüncü atdır. At neyini yer? Qaçır, hərəkət edir. Deməli B. Dördüncüsü isə siz əlinizi isti bir şama yaxınlaşdırırsınız, əliniz yanır, yəni qıcıqlanır. Buna da aiddir D variantı. İkinci sualımız. Canlı orqanizmlərdə olan xüsusiyyətlərin hər hansı birinə cansızlarda da rast gəlmək olarmı fikrinizə? Bəli, olar. Niyə? Baxın, tutaq ki, hərəkət. Hərəkəti ancaq canlılar hərəkət eləmir. Məsəl üçün, külək cansızdır, amma külək də hərəkət edir. Görmürsünüz ki, yəni külək hər yeri dağıdır. Külək də hərəkət edir. Yəni siz deyə bilməzsiniz ki, ancaq belə deyim də canlılar hərəkət edir. Canlıda olan bir şeyi cansızlarda da siz rast gələ bilərsiniz. Və yaxud da ki, məsəl üçün tənəffüs belə deyim də, tam tənəffüs deyə bilmərik. Qazlar ibarət. Canlılar tənəffüs edir bu öz yerində. Amma bəzən elə olur ki, cansızlar da məsəl üçün tutaq ki, bəzən elə olur ki, qazlı suyun tərkibində karbon qazı udulur, sonra isə xaricə çıxır da, elə deyil.
Yəni bu o demək deyil ki, o tənəffüs eləyir. Sadəcə olaraq bu onda baş verən fizioloji bir prosesdir. Yəni canlılarda olan prosesləri cansızlara da siz aid etmək olar. Amma bu o demək deyil ki, bütün proseslər yəni eyni anda ola bilər. Yəni canlı ilə cansız eynidir demək düzgün deyildir. Ona görə də bəli, rast gəlmək olar. Aha, davam eləyək. Burada 2 dənə sual. Sonra aha, deməli burada öyrəndiklərinizi tətbiq edin. Bunu əslində dərs izahında mən izah elədiyim sualdır. Hər bir mikroskopun ümumi böyütmə dərəcəsini hesablayın. Deməli, böyütmə dərəcəsini hesablayanda biz nə dedik? Okulyarın böyütmə dərəcəsini, obyektivin böyütmə dərəcəsini vurursunuz. Onu 20-yə vurursunuz, onu 40-a vurursunuz, onu 60-a vurursunuz və böyütmə dərəcəsini hesablayırsınız. Öyrəndiklərinizi tətbiq edin, düzgün cavabı seçin. Okulyar tubusun, okulyar yuxarı hissədir. Yuxarı hissəsində yerləşir, obyektiv isə tubusun alt hissəsində, aşağı hissəsində yerləşir. Əsas vəzifəsi obyektivi hərəkət etdirib lazım olan yerə gətirməkdir. Revolverin əsas vəzifəsi obyektivi hərəkət etdirib lazım olan yerə gətirməkdir. Sizcə nə üçün obyektiv və okulyar optik hissəyə aiddir? Baxın, belə loru dildə yadınızda saxlayın ki, optik yəni bəzən deyilir optik eynəklər, yəni gözlə əlaqəlidir. Həm o okulyar da, obyektiv də gözlə əlaqəlidir. Gözə hər hansı bir çox kiçik bir şeyi göstərir buna görə. Yəni ki, işıq siqnallarını elektrik siqnallarına çevirir. Yəni ki, görmək üçün istifadə olunduğuna görə optik hissəyə aid edilir. Sonra 22-ci səhifədə olan öyrəndiklərinizi tətbiq edinə baxaq. Burada mikroorqanizmlər diametrlərinə görə şərti olaraq 3 qrupa bölünür. Kiçik ölçülü diametri 2 mikrometrdən kiçik olanlar, orta ölçülü 2 və 4 mikrometr arasında olanlar, iri ölçülü isə 4 mikrometrdən böyük olanlardır. İndi burada özü deyib ki, mikroskop altında baxılan obyektivin faktiki ölçüsünü müəyyənləşdirmək üçün xüsusi düsturdan istifadə edilir. Bu düsturu əzbərləyərsiniz. Deməli, düsturdan istifadə edərək böyütmə dərəcəsi 400 və şəkil ölçüsü 8 mm olan canlının faktiki ölçüsünü müəyyən edin. Baxın, burada 8 mm-i əvvəlcə mikrometrə çevirirsiniz. 1 mm 1000 mikrometrdirsə 8 mm 8000 mikrometrə bərabərdir. Sizə lazım olan faktiki ölçüdür. Düsturda yerinə qoyursunuz. Şəkil ölçüsü, yəni 8000-i böləcəksiniz 400-ə, eləyəcək 20. 20-ni də sonra belə deyək də, bəli 20 eləyir. 8000'i 400'e bölürsünüz. Onda zaten mikrometrin tamam. Sonra burada öğrendiklerinizi yoxlayın. Deyir ki, əgər hüceyrənin faktiki ölçüsü 30 mikrometrdirsə, əgər hüceyrənin faktiki ölçüsü 30 mikrometr, böyüdülmüş ölçüsü isə 1,5 cm olarsa, mikroskopun böyütmə dərəcəsi nəyə bərabər olar? Bu santimetrdir, millimetrlərdir. Bunu mikrometrə çevirməyə bacarın. 1 santimetr ümumiyyətcə 1 santimetr 10.000 mikrometrə bərabərdir. 10.000 mikrometrə bərabərdir. 1,5 santimetr isə 15.000 mikrometrə bərabərdir. Bunu yadınıza saxlayın. İndi mikrometrə mütləq çevirməlisiniz. Bayaq bir düsturumuz var idi ki, faktiki ölçü bərabərdir. Şəkil ölçüsünü bölürsünüz, deməli, böyütmə dərəcəsinə. Bizə bu səfər faktiki ölçünü veribdir. Böyüdülmə ölçüsünü də veribdir. Mikroskopun böyütmə dərəcəsi, yəni böyüdülmüş ölçü şəkil ölçüsünü sizə deyir. Ona görə siz burada bunu tapmaq üçün, yəni böyütmə dərəcəsini tapmaq üçün böyütmə dərəcəsi bərabər şəkil ölçüsünü faktiki ölçüyə bölürsünüz. Şəkil ölçüsü bərabərdir 15.000-ə. Faktiki ölçüsü, yəni 15.000 mikrometrə, faktiki ölçü də 30 mikrometrə bərabərdir. Bunu da böləndə eləyəcəkdir 500 mikrometr cavab. İkinci sual. Şəkli nəzərdən keçirin. Sizcə sual işarəsi ilə qeyd olunan sahədə hansı strukturları yerləşdirmək olar? Baxın, söhbət bu hissədən gedir. Baxın, söhbət bu hissədən, bax bu aradan gedir. Yəni 0,1 və 0,1 mikrometrin arasında nə ola bilər? Sizə onu demək istəyir. Əslində siz belə avtomatik olaraq bilə bilməzsiniz ki, mən bir uşaq hardan bilsin ki, yəni mən bunun arasına nə qoya bilərəm ki? Variantla versəydilər daha yaxşı olardı. Məsəl üçün 0,1 və 1000-1 arasında zülal olsun, lipid olsun. Yəni bunları qoya bilərsiniz. Bura nə ola bilər? Zülal ola bilər, lipidlər ola bilər. Yəni variantla versəydik daha yaxşı bilə bilərdiniz. Yəni bu aralıqda olanları asanlıqla götürə bilərdiniz. Bunları da bəli, gələn dərs izahını verəndə hüceyrə ümumi quruluşu, onda tapşırıqlarını izah edəcəm sizə. Əgər tapşırıqlardan hər hansı bir yeri başa düşmədisə, mütləq şəkildə onu bildirin. Mən onu sizə yenidən izah eləyəcəm. Sağ olun.